Xalq artisti Məsum İbrahimov bugün Gəncədə keçirilməsi nəzərdə tutulan konsertini təxirə salıb. Sferas xəbər verir ki, bu barədə Qafqazinfoya xalq artisti özü məlumat verib. Muğam ustası bildirib ki, yubileyi ilə əlaqədar Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konsertinin təxirə salınmasına səbəb ötən gün Türkiyənin Gəncədən qayıdan hərbi təyyarəsinin qəzaya uğramasıdır. Orada 20 hərbçimiz şəhid olub. Türkiyənin şəhidi bizim şəhidimizdir. Acınız acımızdır. Əziz Türkiyəm. Allah bütün şəhidlərə rəhmət eləsin. Konsertin yeni vaxtı ilə bağlı məlumat veriləcək. Anlayışınız üçün təşəkkür edirəm.